Salam, hər vaxtınız xeyir olsun. K samitinin bilirik ki, qaydaları var. Nə zaman Q xışdırıq səsini verəcək, nə zaman Y səsini verəcək, nə zaman elə özü və yaxud K səsini vermiş olacaq. Gəlin baxaq. Birinci yadımızda qalsın ki, K hərfi ya milli sözlərin sonunda olacaq, ya da ki içərisində, ya da ki alınma sözlərdə olacaq. Ümumiyyətlə, hardan biləcəyik ki, K samiti ilə bitən söz millidir, ya alınmadır? K samiti ilə bitən sözün üzərinə istənilən fərqi yoxdur. Hər hansısa bir saytla başlayan şəkilçini qoşanda, orada tələffüzdə və yaxud yazıda şəkilçi qoşanda K, Y samitinə keçmiş olursa, həmin söz olur milli. Yəni 99% milli olacaq. Burada sadəcə bir-iki söz var ki, mələk, fələk, xörək, dəstək. Yəni bu sözlərin özləri alınmadır, ancaq millinin qaydasına tabedir. Yəni millinin qaydasına tabe o deməkdir ki, bunlara da sayt ilə şəkilçi qoşanda burada K-yi əvəzlənməsi baş verəcək. Məsələn, mələkin olmaz, mələyin də yazacağıq. Deməli, bunu müəyyən edəndən sonra artıq ki, söz bildik ki, millidirmi, yoxsa alınmadımı, ondan sonra rahat şəkildə tələffüz qaydasını biləcəyik. Deməli, yadımızda qalsın ki, milli iki və çox hecalı sözlərdə sözün sonu K ilə bitəndə tək halda K nə zaman xışdırıq səsini verəcək? Milli sözdür. Nə zaman xışdırıq səsini verir? Bir, tək halda, tək. Məsələn, yazaq ki, çörək. Çörək yazacağıq, tələffüzümüz olacaq çörək formasında. Bəs müəllim, hardan bildin ki, bu xışdırıq verir? Dedim, axı, müəyyən edirik, üzərinə saytla şəkilçi qoşuruq, baxıram ki, çörəyin K-yi əvəzlənməsi oldu. Deməli, millidir. Millidirsə, tək halda çörəkdəki K xışdırıq kimi tələffüz olunacaq. Biri bu tək formasında. İkinci nə zaman? Əgər biz həmin o milli sözlərə samitlə şəkilçi və yaxud samitlə söz qoşarıqsa, o zaman K kimi yazacağıq, xışdırıq kimi tələffüz edəcəyik. Məsələn, yazaq ki, çörəkçi. Çörəkçi yazdım. Tələffüzü necə olacaq? Çörəkçi. Xışdırıq kimi. Yəni, bu xışdırıq nə y-dır, nə h-dır, qarşığıdır. İ-y-h, bu səsdir. Deməli, bunu nə zaman eşitirik biz milli sözlərdə? Ya da bunu ancaq biz milli sözlərdə eşitirik. Bir, tək halda sözün sonu K ilə bitərsə və yaxud sözün ortasında K-dan sonra samit gələrsə, məsələn, tutaq ki, çiçəklik. Çiçəklik yazacağım. Burada 2 dənə K var. Bununla baxıram ki, çiçək millidirmi? Bəli, çiçəyin çiçəyə, bəli. Baxacağım ki, burada samit gəlib, yazıram ki, çiçəklik formasında. Axırı K-dır. Bu da K-yiyə keçmiş olursa, sait qoşanda, deməli, buradakı K-da xışdırıq səsini verəcək. Söz gələndə bəs necə olacaq? Məsələn, yazaq ki, çörək zavodu. Baxıram ki, birincinin sonu K ilə bitib. İkincinin birincisi samit ilə başlayır. Deməli, və bu milli sözdür. Deməli, buradakı son samit, K samiti çörək səsini verəcək. Çörək. Bura samit gəldiyinə görə. Bizim qaydamız necə oldu? Hələ ki, xışdırıq səsi. Bir, milli sözlərdə milli sözü tapmağın yolu. Milli sözlərdə tək halda K xışdırıq səsini verir. 2 və çox hecalı sözlərə aiddir. Bir də samitlə şəkilçi və söz gələrsə. Baxın, bura çörək sözünün sonu K ilə bitdi. Samitlə şəkilçi qoşduq. Buradakı K xışdırıq səsini vermiş oldu. Burada isə söz gəlib. Söz gəlib, yazırıq samitlə başlayıb deyə, milli sözdür deyə bu xışdırıq səsini vermiş olacaq. Bəs sait gələndə milli sözlərdə nə baş verəcək? Özü K, özü kar samitdir. Kar samit. Saiti müsbət yadda saxlayırıq ki, K samitini cingiltili, yəni karı Y cingiltili samitinə keçirmiş olacaq. Yəni, kar samitdir
və bunu o zaman ki y-yə keçmiş olur ki, sait gələrsə. Şəkilçidə birbaşa yazıda belə keçmiş olacaq. Amma söz gələndə ki yazacağıq, amma y deyəcəyik. Göbələk üstə gəl in və yaxud a-ə. İ gəlsin. Göbələkin göbələkə göbələki olmaz ki, hamısında bunları qoşanda y səsi, elə y hərfi də olacaq. Məsələn, yazaq ki, göbələyin. Burada deməli sözün sonundakı k y-yə keçmiş oldu. Bu da şəkilçidir. Amma yazaq ki, göbələk əkmək. Yəni, bura baxıram ki, k ilə bitib, bura sait ilə başlayıb deyə. Və bu milli sözdür. Demək, tələffüzdə nə olacaq? Göbələk. Qısacası, y səsini siz o zaman k-da görəcəksiniz, eşidəcəksiniz ki, özündən sonra sait, şəkilçi və yaxud söz gəlib. Şəkilçi gələndə birbaşa yazıda belə y yazılacaq. Amma söz gələndə k yazacağıq, y da demiş olacaq. Bunun qaydası budur. Bəs alınma sözlərdə nə baş verəcək? Məsələn, alınma 2 və çox hecalı sözlərdə. Yazaq ki, idrak sözü. İdrak sözünün alınma olmasını bilməkdən ötürü saitlə şəkilçi qoşacaq. Görürəm ki, saitlə şəkilçi qoşanda k, y əvəzlənməsi baş vermədi. Yazıda belə qaldı. Deməli, əgər söz alınmadırsa, həm tək halda idrak olacaq, idrak. Həm buna biz samitlə şəkilçi qoşarıqsa, yenə idrakdan yazıb, elə idrakdan deyəcəyik. Yəni, k, x, iştirik əvəzlənməsi baş verməz. Sözdə gələrsə, şəkilçidə gələrsə, saitlə istənilən halda bunlarda k, yəni k səsini eşidirəmsə, orada qalacaq yerində. Milli tək hecalı sözlər ki var, buna aiddir təkdir, türkdür, olsun türk sözü, kürk sözü. Bunlar millinin heç bir qaydasına tabe deyil. Adətən bir dənə türk sözündə bəlkə istisnalar hoqqa verərlər. Amma adətən k sözü, k tək hecalı sözlərdə olduğu kimi qalmış olacaq. Bu şəkildə.